Duruş işarələri, RM testi deməli. Hansı cümlədəki vergül fərqli məqsədlə işlədilmişdir? Qarnın toxuluğu müvəqqəti, gözün toxuluğu davamidir, mürəkkəb cümlə. Dama dama göl olar, dada dada heç olar, mürəkkəb cümlə. Yaxşı oğul ata malını ellər, pis oğul ata malını ellər, bu da mürəkkəb cümlə. Malik olduğun pul sənə rahatlıq verir, dalınca qaçdığın pul səni kölə edir, mürəkkəb cümlə. Pul ağıllı adam üçün vasitə, axmaqlar üçün məqsəddir. Bu əmsiz xəbərli sadə cümlədir, fərqli məqsəddir. 1-Y. İkinci cümlə. Hansı cümlədəki vergül fərqli məqsədlə işlədilmişdir? Artıq tamaq baş yarar, daş qayıdıb baş yarar. Mürəkkəb cümlənin vergülü. Sağlamlıq təvazökardır, xəstəlik isə özünü tez büruzə verir. Bu da mürəkkəb cümlə. Yetənə yetir, yetməyən daşı kim? O, həmciz xəbərli sadə cümlə. Ağıllı öyrənməyə, axmaqsa öyrətməyə xoşlayır. Mürəkkəb cümlənin vergülü. İnsan nə qədər az düşünürsə, o qədər də çox danışır. Bu da mürəkkəb cümlə. Cavab C. Hansı cümlədəki vergül fərqli məqsədlə işlədilmişdir? Mənə ən yaxın sirdaşımdır gecələr. Kimə damcılayan göz yaşımdır gecələr, göz yaşımdır gecələr. Mənim sirdaşımdır gecələr, mürəkkəb cümlə. Hərə öz ömrünə bir cürə baxmış, hərə bu dünyanı bir cürə anlar. Əgər demişik ki, eyni mübtəda təkrarlanıb fərqli xəbərlərin qabaqlanırsa, bu mürəkkəb cümlədir. Bu da mürəkkəb cümlənin vergülü. Alışıram gecələr masa arxasında mən. Saçlarım da ağarır qəlbimin atəşindən. Ağaran saçlarımdır, alışan mənəm. Bu da mürəkkəb cümləninki. Şirin xatirələr gözüm önündən gah ağlayıb keçir, gah görüb keçir. Bu həmciz xəbərli sadə cümlədir deyə olacaq. Uşaqlıq şəklimə hey baxıram mən. İllər xəyalımdan süzülüb keçir. Süzülüb keçən illərdir. Baxan isə mənəm. Mürəkkəb cümlə bu da. Deməli 3-dür. Hansı cümlədəki 3 nöqtə işarəsi fərqli məqsədlə işlədilmişdir? Şair başını yuxarı qaldırıb cavada ağacın başına görəndə özünü gözə görməkdən saxladı. 3 nöqtə sonda qoyuldu. Bu indi sənin yolların, əməllərin arzuna özü işıqlandırsın sonda. Hər sabah bu əvvəldə. Burada get bacım sənin fəlakətin mənim əzmimi biraz da möhkəmlətdir. Məni daha tələsdirdi sonda. Doğrudur, arabada bu təzə qaydalarımıza çaq baxanlar da var. Sonda bu çox sadə bir sual oldu bu. 4-C. Uyğunluğu müəyyənləşdirin. Yalnız nöqtəyə aiddir, hər ikisinə aiddir, yalnız 3 nöqtəyə aid. Deməli 3 nöqtə və nöqtənin müqayisəsidir burada. Texniki səciyyə daşıya bölür. Nöqtəyə aiddir, 3 nöqtəyə aid deyil. 1. Əmr cümləsinin sonunda işlənə bilər, hər ikisinə aiddir. Cümlənin ortasında işlənə bilər, hər ikisinə aiddir. Məsələn, nöqtə mürəkkəb adlarda işləmir, sözdə müəyyən ixtisarda ola bilər. Adduq cümlənin sonunda işlənə bilməz, işlənə bilər, bu səhvdir. Cümlənin əvvəlində işlənə bilər, hər ikisi işlənə bilər. Yox, cümlənin əvvəlində işlənmək nöqtəyə aiddir, 3 nöqtəyə aiddir. Nöqtə ortada və sonda ola bilər. Bitmə intonasiyasını bildirə bilər. Bu ikisinə aid olan ortaq xüsusiyyətdir. 1, 3, 5 o deyəcək Y variantı. Aşağıdakı nümunələrin birində vergül işarəsi fərqli məqsədlə işlədilmişdir. Səkinə yemək hazırlayırdı, Xədicə çay dəmləyirdi. Yemək hazırlayan Səkinədir, çay dəmləyən Xədicədir. Bu manatın bir tərəfə balaca cırılmışdı. Papros kağızı yapışdırılmışdı. Cırılan manatın bir tərəfidir, yapışdırılan deməli onlardır yapışdırıblar bu funksiya. Bu da mürəkkəb cümlə ilə bağlıdır. Bu da mürəkkəb cümlə ilə bağlıdır. Monsieur Picasso çox gəncdir. Onun cəmi 23 yaşı var. Gənc olan Monsieur Picassodur. Var olan onun deməli 23 yaşıdır. Bu da mürəkkəb cümlədir. Amma bu yağış da həmişəki yağış idi. Bu mənzərə də həmişəki mənzərə idi. Yağış olan bu yağışdır, mənzərə də olan isə bu mənzərədir. Deməli, bu da mürəkkəbdir. Qayıblı siqareti tullayıb otağa keçdi. Kim qayıblı? Divanda uzanıb səhər aldığı Bakınski Rabot siqaretinin 4-cü səviyyəsinə baxdı. Bu da qayıblıdır. Bu həmciz xəbərli sadə cümlədir. Deməli, vergül fərqli məqsədə xidmət elədi. 6-Y. Verilmiş nümunədə hansı duyğu işarələri işlənmişdir? Usta Şahvət haqqında dildən dilə dolaşan bir sıra rəvayətlər vardır. O, müxtəlif mövzularda əsərlər yazmışdır. Vətənpərvərlik, ictimai mühitdəki yaramazlıqlara etiraz, təbiət. A. Hamısı qoyublar ki, üstünə. Deməli, bu nöqtə, bir dənə nöqtə cümlənin bitməsidir. Bu vergül o işarə vəzini vergüldür. Qoşa nöqtə ümumiləşdirib, deməli, sadalanmalar gələcək. Əgər sadalanmalar rəqəmlərlə sadalanırsa, birincidən başlayaraq nöqtəli vergül qoyuruq, ən sonuncuda nöqtə qoyuruq. Bu da qaydadır. Deməli, bir dənə vergül, iki dənə nöqtə, bir dənə vergül, bir dənə qoşa nöqtə, iki dənə nöqtəli vergül. Bu deyilir Y variantı. Bu qədər sadə, hər şey üstündədir ki. Hansı nümunədəki nida işarəsi bitmə intonasiyası ilə bağlı deyil? Şamaxı, ey mənim sevimli yurdum, mən sənin qoyunda xayman qurdum. Burada kitabla bağlıdır. 1. Salam olsun yoldaşlar. Burada cümlənin bitdi, bu aiddir. Vətəndaş, nə gözəl səslənir bu söz. Yenə iki canlı bilgidir. Bu da vokativ cümlədir. Burada da aiddir. Biz orta məktəbdə yoxdur, amma MEQ sertifikasiya üçün bu gedər. Bu da mütləq olacaq, bu da bitməkdir. Yalnız 1, o da eləyəcək 8-ci sualda D variantı.
Hansı nümunədəki nida işarəsi bitmə intonasiyası ilə bağlıdır? Tək elə olsun. Nə deyirəm ay qardaş? Bitmə intonasiyası 1. Xax xax xax. Acığa düşdükdə adam hər işi görər. Burada bitmə intonasiyası deyil. Yəni burada emosional xidmət edir. Deyirəm ki, onlar hara, biz hara bitmə intonasiyası 3. Bəs plovu tək yeyəcəksən? Yox, tək yeməyəcəm. Bax, burada tək yeməyəcəm olmasaydı, bu da bitmə intonasiyası olacaqdı. Amma bu söz cümləkdən artıq çıxdı deyim, bitmə intonasiyası altında bu da çıxdı. Ona görə cavab 1, 3, A variantı. Dialoqda işarəsinin yerinə aşağıdakılardan hansı artırılmalıdır ki, ədəbi dilin normaları pozulmasın və nida işarəsi bitmə intonasiyası bildirməsin? Yəni, bitmə intonasiyası bildirməsin. Kommunist qəzetini götürdü, muxtara tərəf uzatdı. Oxumusan? Yox, təəssüf, çox təəssüf ki, oxumamısan. Deməli, vaxtım olmayıb, baxmamışam, oxuyacağam, oxumamışam. Burada oxuyacağım, sonra nöqtə yoxdur. Bu, deməli, bir dənə geri qaytaraq, necə deyəcəm, təzədən vura. Aha. Burada oxumamışam, oxuyacağamın nöqtəsi yoxdur, bir norma pozuldu. İdadan sonra gələn söz böyük hərflə gəlmədi, 2 getdi. 2 ilə 3 olan variantları çıxdı. Qalırıq 1, 4. Düzdür, bizim testimiz bu sual üçün cavabı 4'ü verir. Yalnız 4'ü, yəni C variantı. Amma mən birdə bir səhv görə bilmədim. Bəlkə indi videoya baxacaq şəxslər siz görəcəksiniz, nəsə görsəz yazarsınız. Yəni açığı mənim diqqətimi çəkmədi orada. Yəni mənim hökmümdür ki, inkarda verəcəyim bir sualdır. Yəni dialoqda inkarla cavab verirəm. Mən vaxtımın deyək ki, olmamağı elə mənim oxumamağımın cavabıdır. Yəni burada sən də deyirsən təəssüf, çox təəssüf ki, oxumamısan. Yəni vaxtımın olmamağı elə mənim oxumamağım anlamındadır. Yəni 4 ilə 1 əslində semantik cəhətdən eyni şeydir. Yəni mən düşünmürəm ki, yəni 1 burada səhvdir. Belə, bu mübahisəli sual dedim mən bu 10-cu sualı. Hansı nümunədə boşluğa 2 müxtəlif duruş işarəsi yazıla bilər? Səndən ayrılmadım. Səndən mən gülüm. Özümdən ayrıldım. Özümdən gülüm. Bir də qoya bilərəm. Nöqtə də qoya bilərəm. Bilmədim nə idim. İndi nəyəm mən? Deməli, A ola bilər. Kazım buluda baxıb tənbəl bir səslə qoşa nöqtə bir dənə. Yaman quraqlıq keçir dedi. Belə olsa taxıl yanıb korlanca burada vergül qoymaq bu yaddan çıxır. Bir gecə çoxdan keçib. Geri dönməz o bir də ya. Bu da olmadı. Evini dəyişmək, daha doğrusu təzə mənzil almaq istərdi. Bir dənə vergülümüz. Çünki burada ara söz mövqeli söz var. Sən getdin, elə bil dünya boşaldı. Yaz da köçüb getdi, yeri boş qaldı. Sən getdin, elə bil moda sanki elə bil ki, göyə. Elə bir dünya boşa. Sən getdin, bir dənə maksimum vergül qala bilərsən. Bu da elə belə görə yox ha, sadalanmaya görə. Hə. Sən getdin, elə bir dünya boşaldı, dünya tabi mürəkkəb cümlə kontekstini vergülüdür daha doğrusu. Hə, cavabımız qaldı 11-də A. Açıq cümlədəki boşluğa, yəni bir qadağan işarəsini qoyub, ən azı 2 müxtəlif duruş işarəsi yazıla bilməz. Burada heç belə iş olarmı? Bu saat tutub əlindən alarlar. Nöqtə də ola bilər. Burada elə bir nida da qoyula bilər. Emosional dedim. Özün bir aləmsən, eşqin bir aləm, sən olan könüldə nə kədər, nə qəm. Sual da, nida da qoyula bilər, nöqtə də qoyula bilər. Sənsiz bu dünyanın ən bədbəxtiyəm, səninlə dünyada bəxtiyaram mən. Bir-birləri yaranmış, möcüzələr yaranmış nöqtə, nida. Can vermiş insan əli xarabazar dünyanın torpağına, daşına. Dərddən şair olub o cavan oğlan. Zamanın qəribə oyunu varmış. Yerdə bir saat keçməyən insan göydə lap ayaq da ayaq basarmış. Yenə mən bunu emosional deyib nida qoyaram, adi intonasiya deyib nöqtə qoyaram. Mənə nəsib deyilmi bəs həyatın nəşəsi? Qəlbin dərinliyində duydum yenə o səsi. İlk başlayır, dialoqdur. Qoşa nöqtə. Dünyada yaşamayan dünyada dinclik umar. Yanmağında tapmalı dincliyini sənətkar. Bir dənə duruş işarəsi, burada da qoşa nöqtə. Bitdi. 12. Deməli, 13-cü sualda vergülün düzgün qoymamaqla danışırdı. Burada vergüllər yerindədir. Bu birisində xüsusiləşmənin vergülüdür. Buradakı nida olmalıdır. Çünki böyük hərflə gəlib, cavabçı. Buradakı vergül deməli işarəsi yaxınlar, niyə uzaqlar yaxın, yaxınlar uzaq olmuş, bu da yerindədir. Əslimi, nəslimi tanıyıram mən. Bu misraların vergülüdür. Bu da sadalanmanınki də heç bir problemi yoxdur. Cavabçı. Çünki burada nida işarəsi qoymalıdır. M-nın böyük yazılması işarədir ona. Hansı cümlədəki o əvəzindən sonra vergül qoyulmamalıdır? O əvəzliyi. O hərdən elə bilir ki, səhv edə bilməz, bir müşkül önündə ağlı yenilməz. Odan sonra zərf gəlib yerindədir vergül.
İlhamını almış o, vətən aldı gözəldən.